Salam əziz izləyicilər. Bu günləri kombinin isti su esenjorunun, yəni bala esenjoru yuma prosesini göstərir sizə. Hal-hazırda bala esenjoru 2 statada təmizlənir. Nə vəziyyətdə olduğunu siz özünüzün şahidi olursunuz video vasitəsilə. Ev yiyəsinin, yəni kombi yiyəsinin şikayəti isti suyun verilməməsi idi. Yəni isti suyun gəlməməsi. Həm zəif gəlirdi, həm də isti suyu açmırdı kombi. Bu problemlərdən biri bala esenjorun tutulmasıdır. Hal-hazırda bala esenjor statada yuyulur. Tövsiyəm də odur ki, əgər belə problem olursa, bala esenjoru aparat vasitəsilə yox, belə sökərək ayrıcı olaraq yumağınız tövsiyə olunur. Videolarımızı bəyəndiysə like qoymanızı xahiş edirəm.